xalq yaradıcılığı. Bulaq. Dağda darılar, sümbül sarılar, ahıl babalar, qoca qarılar. Xoş gördük sizləri. Çaydakı qazlar, tükün tarazlar, adlı oğlanlar, nişanlı qızlar. Xoş gördük sizləri. Sözlə, soraqla keyfinizin bu xoş vədəsində sizləri söhbətə tutaq. Nə var, necəsiz? Yaxşılıqdır mı? Olsun, olsun. Uluca yurdumuzun sözü hikməti, bilməcəsi də söz yox ki, üz ağardar, baş ucaldar. Dosta deyiləsi sözümüzü ürəkdə gizlətmirik. Deyirik ki, belə dost dosta tən gərək. Dostla ye, iç, alış-veriş eləmə. Dost gəlişi bayram olar. Nə olar, təki dost məni ansın, bir çürük qozma. Dost sirrin dosta bilir. Həqiqi dost dar gündə tanınar. Dostun atdığı daş, baş yarmaz. Bir də deyirlər, dostluq 3 almadır. Gah ikisi məndə, biri səndə, gah da biri məndə, ikisi səndə. Dosta, sirdaşa güvənəsiniz, istəkli dinləyicilər. Qapınız dost qonaq üzünə həmişə açıq olar. Boyuna güvəndiyimiz Xan Çinar xınalı tellərin darıyıb tökər. Yolçuya yol göstərər, soraqçıya soraq verər. Əslisinin qədəminə baş qoyan Kərəm kimi Bulaq dədə bu vədələr yurdumuzun uzağın yaxın elər, gözü könlü tutan el-obanı gəzib dolaşır. Bax bu səfər Xan Çinardan yolun öyrənib Cəbrayıl tərəfə üz tutar. Bu tərəflərin də ahılı dura-dura, cahılı danışmaz. Hamı yer-yerdən bu elin ulusun ağsaqqalı Əbdülkərim babanı nişan verər. Əbdülkərim babanın yaşı 100 onu haqlasa da, uca dağlar təki məğrurdur. Sözü saçaqlı, ixtilatı məzəlidir. Gördüklərini, başına gələnləri yaddaşına köçürüb, eləyib, el saxlancı. Cavan cahıl ömrünü ağrılı-acılı ötən dövrəndə yaşayan Əbdülkərim baba o günlərə qoşduğu bayatlardan söz açar. Nə zaman ki ağa, bəy qapısında nökər olur, o çağlar günləri ötüşməz, üzü gülməz olur. Gözü zəhmət, əlləri qabar, konlu qubar olub. Elə bu ağrılı-acılı günlər də zaman-zaman sözə, söyləməyə dönüb, köçüb Əbdülkərim kişinin ürəyinə. Günlərin bir günü ağası Məşədi Məhəmməd Əbdülkərimi tənbəllikdə günahlandırır. Döyüb nökərçilikdən qovur. Külfətin bir parça ruzusunu qazanan balaca Əbdülkərim uzun zaman bir qarnı ac, bir qarnı tox dolanır. Ağanın sonraki təkliflərinə məhəl qoymuş. Bir də o həyətə qayıtmır. Əvəzində ona bu bayatını yetirir. Əzizinəm hasarı, kimlər yıxdı hasarı? Yəqin ola bitişmə sınıq könlü hasarı. Bu söhbətdən, pərtlikdən nə ötür, nə ötmür, Əbdülkərim babanın təkcə o yadındadır ki, istisi yeri göyü alataş eləyən yay günləri idi, torpaq su deyib özün suya atırdı. Digəl Məşədi Məhəmməd kəndə gələn ana arxı ayırıb axıdır bağına. Kasıb füqaranın bağçasına bir dıqqan su qıymır.
Merveyvənin zay olduğuna dözməyən anası Əbdülkərimi Məşədi Məhəmmədin üstünə xahiş minnətə göndərmək istəyir. Əbdülkərimin bağ-bağata ürəyi yansa da, Məşədiyə ağız açmağı özünə sığışdırmır. Xısın-xısın ağlayıb, köylündə bir bayatı bəstələyir. Mən aşıq belə bağlar, kəmərin belə bağlar. Arxı var, suyu yoxdur, kör qalıb belə bağlar. Dönüm eşidəndə, söhbətin, söyləmənin mətləbinə varanda görürsən ki, bunlar təkcə bayatı söyləmə deyil. Elə Əbdülkərim babanın ömründən keçən illərdir, sözə çörülüb. Əbdülkərim baba el içində təkcə söz oynatmaqla qalmır. Ömrünün yaşının bu vədəsinəcən günləri sanı xeyir iş əməl görüb, yurt körpü salıb, ocaq yandırıb, bulaq eşib, çeşmə qaynadıb. Günlərin bir günündə elə bu bulaqların başındaca diz qatlayıb oturub. Suya söz verib, sudan söz alıb. Nə axırsan yanı, könlümün sultanı bulaq. Gözümü aç, məni tanı, gözümün ümmanı bulaq. Bəxtimin bu payız çağı, nə axırsan yağı. Sinən qız gəlin yığınağı, məhəbbət limanı bulaq. Nə axırsan coşa, yurda nəğmə qoşa, gödək ömrü vursan başa, itirmə haq sayı bulaq. Qalaqlanmış illərin o tayında bir də cavan, dəli dolu Əbdülkərim yaşar. Kasıblığından utana, gözü könlü tutan gözəllərə saçma söyləyər, oxşuyub oxşadar. Arxalığın dizdən yar, gəl qapıda gizdən yar. Anam sənə nə deyib, ayaq çəkdim bizdən yar. Bağında var halala, haram qatma halala. Bir vəfa yar bağında, nə gül bitər, nə lala. Əziziyəm dil yara, dodaq yara, dil yara. Oturaydıq diz-dizə, yetirəydim dil yara. Bağımda qora dəydi, yeməyə qora dəydi. Kəsərəm dilim səni, nə dedin yara dəydi? Əzizinəm yaz bağda, bülbül oxur yaz bağda. Olaydım yara mehman, qış otaqda, yaz bağda. Evdən çıxdı qara qız, çək zülfümü dara qız. Gəl məni bağban elə, qoynundakı nara qız. Yurdu gəzən ozanlardan, yurda bəzək ozanlardan.
Dəyərli dinləyicilər, Növrəs İman soraqlı söyləmələr ötən yığınaqlarımızdan sizlərə bəllidir. Bulağın adına gələn məktubların birində Növrəs İmanla Zodlu Abdullanın məktublaşmasından söz açılır. Belə söyləyirlər ki, Növrəs İman günlərin bir günü evinin üstünü söküb düzəldirmiş. Dostu Abdullanı da köməyə çağırır. Əkin biçinin, məhsul meyvacatın da qızğın vaxtıymış. Bunçu da Abdullah macal eləyib İmana köməyə gələ bilmiş. Növrəs İman bundan inciyir. Götürüb Abdullaya indi sizə yetirəcəyimiz məzmunda məktub yazır. Ya mənim adımı, ya öz adını tutub böyük qardaş ol əvəzində. İşdi, haraylasan məni uzaqdan, gəzərəm dünyanı çöl əvəzində. Elə bildim yatıb mənim iqbalım, qar yağır başıma, qarışır halım. Süfrəmə düzməyə olmasam alım, apar sat imanı qul əvəzində. Məktub Zodlu Abdullaya yetişcəyin dostunun incidiyini anlayır. Macal tapıb köməyə getmədiyinə peşman olur. İmanın könlünü almaqdan ötürü götürüb məktubun cavabını belə yazır. Əziz-i mükərrəm, ey nuriyin, durmuşam əmrində qul əvəzində. Torpağa bulaşmaq mənə man deyil, geyərəm xirpasın şal əvəzində. Namə yazdım, məni saldın dərinə, sərim qurban sən tək dostun sərinə. And olsun sidqinə, şərbət yerinə, içərəm zəhrini bal əvəzində. Abdullah, düşmüsən iman soyuna, İyi dolan, fürsət verməz xayına. Döşərəm üzünü xaki payına, gəzərsən xanamda yol əvəzində. Ustad deyir, bu yazışmadan sonra hər iki dost incikliyi unudur, illərlə dost olur. Xətriniz əziz, sözümüz uca olsun əzizlərimiz. Söz sözü çəkdikcə ötənlərin olub olmuşları, elin ulusun hikmət deyib bu günümüzə pay elədikləri yada düşər, saçaqlanıb, cilalanıb sizlərə pay olunar. Deyir günlərin bir günü, bir ağıllı cavan səyahətə çıxır. Yolda ahıl ağsaqqal bir kəndliyə rast gəlir. İş elə gətirir ki, yolları bir olur bunların. Kəndli yorucu işdən bezar halda başın aşağı tutub gedir, yanıca addımlayanın sözünə, sorğusuna belə məhəl qoymur. Yolçusa qocaya elə hey eşitdirir. Ay kişi, gəlsənə yola körpü salaq. Hay? Qocadan bir səs soraq çıxmır. Gəlib bir çaya yetirlər. Çayda körpü olmadığından soyunub keçmək gərək olur. Bu vədə yenə cavan yolçu yoldaşına söz atır ki, ay kişi, heç olmasa gəl bu çaya körpü ataq. Qoca bu səfər elə bilir, yoldaşı bekarçılıqdan zarafat eləyir. Məhəl qoymayıb, vurur özün, çayı keçir. Kəndə çatanda yoldaşlar sağollaşıb ayrılırlar. Qoca evə çatıb, yolda başına gələni qızına nəql eləyir. Qız çox ağıllı, dərrakəli olduğundan yolçunun yol boyu atmacaların o saatcana arayıb araşdırır. Başa düşür ki, yolçu söz adamıymış, arif adammış. Onçu da haçalı sözlərlə, atmacalarla danışırmış. Yola körpü salaq deyəndə söhbət eləyib uzun yolu bir körpü boyunca qısaltmaq istəyirmiş. Çaya körpü ataq deyəndə
İstəmirmiş qoca kişi çırmanıb çaydan keçsin. Öz ciyəzi qocanı qucağına götürüb çaydan keçirsin. Belə fikirləşəndə qız atasından xahiş elədi ki, qonağın qaldığı yeri öyrənsin. Tezdə bir qab yemək hazırladı. Qonşunun uşağını çağırdı, xörəyi aparıb həmin qonağa çatdırmağı tapşırdı. Üstəlik də bu sözləri deməyi xahiş elədi. Qonaq, ayımız, günümüz 2'dir, həftəmiz 7'dir, havanın üzü dumandır. Qonşu uşağı xörəyi gətirib haman qonağa yetirdi. Qızım tapşırmasını da bir göz qırpımında dil ötdü. Qonaq pay göndərənin sözündəki mənanı başa düşdü. Odur ki, bir də xörəyə göz yetirib qıza belə məzmunda namə yazdı. Ayımız, günümüz 1'dir, həftəmiz 3'dür, havanın üzü ayazdır. Qonşu uşağı necə getmişdisə, onca da şad xürrəm qayıtdı. Yollamanı qıza verdi. Qız kağızı oxuyub bihal oldu. Atası səbəbin soruşanda qayıtdı ki, ata, bəs qonşu uşağı məni biyabır eləyib, qonağa yolladığımız lavaşın 4'ün, qabdakı küftənin 1'in, xörəyin də üzün yolda yiyib. Qızcığaz bu halda ikən qapı döyülür, qonaq bir deyib içəri girir. Qızdakı ağla kamala heyran olduğunu söyləyir. Belə rəvayət eləyirlər ki, indi rəvayətdir də. Bu görüşdəncə hər iki cavanın ulduzları qovuşur. 2 baş, 4 əl-ayaq olub ömür sürür, sizlərin də ömrünüzə ucalıq diləyirlər. Sözümüzün o başında Aşıq Əmrahla bağlı bir söyləmə durar. Aşıq Əmrah Salyanın Qarabağlı kəndində dünyaya göz açıb. O tərəflərin canlı tarixi hesab olunan Mürsəl baba soraq verir ki, Əmrahın atası Qasım oğlan da aşıqlıq eləyib ağır-ağır yığnaqlar yola verərmiş. Söz yox, atasının bu peşə məşğuliyyəti Əmraha da örnək olub. Cavan çağlarından saza sözə meyil salıb, dinib, dilləndirib sazı. Cəmi cavanlar kimi Əmrah da ömrünün bu dəli dolu vaxtında bir gözələ aşiq olur. Sayad adlı gözələ. Sayadın istəyi cavan aşığın şövqünə qol qanat verib, pərvazlandırır. İndi sizə yetirəcəyimiz qoşmanı da Sayada yazıb. Ay ağalar, könül düşməz həvəsdən, yazılıbdı bizə qismət var ola. Rüsxət olsa dost bağını gəzərəm, bəslənibmi bir cüt gözəl nar ola. Ağlığı var savalanın qarından, xoşum gəlir qeyrətindən, arından, İstəmişəm bağçasının barından, dərəcəyəm, dəymiş ola, kal ola. Lənkəran, Astara, Salyanla Bakı, Dəmir qapı Dərbənd, Qudyalla 2, Güllü Qarabağla, Gəncə ilə Şəki, axtararam, belə gözəl var ola. Əmrah deyər, arzum budur dilimdə, axır günü gedər canım ölümdə. Nəsrəddin elində, Sərxan elində, Sayad təki, telli gözəl var ola. Söz ki bu yerə gəldi, Qul Mahmud adıyla tanıdığımız aşıqdan əlimizdə olan bir gəraylını sizlərə ərmağan edirik. Duman gəl get bu dağlardan, gedər burada qar əylənməz. Əhdi sözü etibarsız kəslərdə ilqar əylənməz. Hər cayı bivəfa gözəl, sevməyəydim səni əzəl. Payız olacaq bağlar fəzəl, bağçalarda bar əylənməz. Yarım gəlir asta-asta, gəlib yetir
yastan üstə. Seyrağıb müxənnəs dosta, namus gedər, ar əylənməz. Sar tərlan olmaz elində, namərdin əhdi dilində. Bədəsil övlad əlində, gedər dövlət, var əylənməz. Mahmudun könlü kökləndi, alçaq ucaya dikləndi. Yad yerdə maral təkləndi, bivəfadır yar əylənməz. Bulağın gülüş yeri. Dodaq qaçdılar. Deyir bir dəvə çöllü biyabanda kol biyan yeyirmiş. Baxıb bir güllü kolu kəsdir. Yaxınlaşıb kola toxuncağın kölgəsində yatmış gürzəni görüb sakitcə geriliyir. Deyilənlərə görə elə bu vədə kol dilə gəlir. Hə, dəvə qardaş. Deyir, yoxsa gördün ki, sən girən kollardan deyiləm, onun üçün yaxın düşmədin? Dəvə daha üstün vurmuş. Yox, deyir. Kol olmağına yaxşı kolsan. De gəl, o kölgəndə yatan qonaq var, ha. Bax, onu narahat eləmək istəmədim. Deyir, çağlar o çağlarmış ki, döyüşlərdə odlu silahdan istifadə olunurmuş. Ordubaşı da topuna, topxanasına güvənib kəsdirir qonşu xanlığın üstünü. Çarpış vuruş vaxtında ha gözləyir qoşunundakı toplardan bir səs-süraq çıxmır. Rəqib güc toplayıb qoşunu geri oturdur. Ordubaşı asudə vaxtda topxana böyüyün yanına çağırıb üstünə çığırır. Ben ne oldunuz ha? Ne güne saklamışsınız ha bu topları? Hay! Ben ne vaxt ateş açmaq fikrindəsiniz? Topxana böyüyü ordubaşıdan qorxa-qorxa qayıdır ki, ağa sağ olsun, ateş açılmamasının 33 səbəbi var. Sonra da başlayır barmağın qatlamağa. Bax, birincisi odur ki, barıtımız islanıb. Sonra canım sana desin, elə bunu demişdi ki, ordubaşı başın buluyur. Ta bastı, barıtı dedin, tay dağılsın deməsən də olar. Günlərin bir günü bir dərviş saraydan çıxan şahın qabağını kəsib ondan 500 dirhəm istəyir. Şah vəzir-vəkilin yanında özünü sındırmayıb buyurur ki, dərvişin istəyinə əməl eləsinlər. Bir göz qırpımında dərvişə 500 dirhəm verilir. Dərviş elə şahın qənşərindəcə başlayır pulları saymağa. Saray adamları dərvişə himcinlə qandırmaq istəyirlər ki, daha çəkil get. Şahın verdiyi hədiyyəni sayıb qəbul eləmək ədəbsizlikdir. Dərviş də heç kəsə məhəl qoymur. Pulları sayıb axıra çıxandan sonra üzünü toplaşanlara tutur. Deyirsiz saymayayım, hə? Niyə axı? Mən ki bu pulları müftə almamışam. Bu pulların əvəzində belə ücüyəzimin həyasını vermişəm,
Söz ulu, söhbət uca. Bunları ki ucuca caladın, qutarası döy. Vaxtında öz haqqı, öz hesabı. Bax, söhbətimizin bu yerindəcə sizlərə alxışımız durar. Aydın-aydın yollar yolunuz, ana torpaq beşiyiniz olsun. Ata alxışı payınız, ana dili güvənciniz. Yardan yoldaşdan yarıyasız. Oğul evləndirəsiz, qız köçürəsiz. Şadlıq, şadyanalıq sizlərlə olsun. Neyim, necəliyim belə deməyəsiniz. Bu yığınağımızın hasıla yetməsində kimlərin payı var? Bu saat bir-bir yetirək sizlərə. Söz söyləmə araşdırıcılarından Xəliyyəddin Xəlilovun, Gədəbəy rayonunun Şəkərbəy kəndindən Lətif İsmailoğlunun, Sumqayıtdan Sədullah Əliyevin, Salyandan Atəş Əlicanovun yollamaları bu yığınağımızın bəzəyi oldu. Zəhmət çəkib bulağın adın uca tutduğunuz üçün çox sağ olun, belə uca olasınız. Bulağın bu axşamki yığınağını qələmə alan Ağalar Mirzəyevdir. Ağalar da sağ olsun. Siz də sağ olun, sağlıqla qalın.